belki bir əsr yaşı var. Ama o kadar içinde sevgi var, həsrət var, dostun vəfasızlığı var. Ne bileyim, sevgini var dövlete değişmek. O kadar şeyler var ki bu mahnının içinde. Adamın naslenisi olanda da qulaq asanda xoş təsir bağışlayır. Keyfin olmayanda da qoşursan yenə xoş təsir bağışlayır. Ne bileyim, hər vəziyyətdə bu mahnı insana xoş təsir bağışlayır. Niye? Səbəbi var çünkü. Musiqi ümumiyyətlə mahnı da, bəstə də, sözdə körpə uşaq kimidir. O ne vaxt doğulacaq heç kim bilmir. Və doğulandan sonra da o necə yaşayacaq onu heç kim bilmir. Eynilən musiqi də elədir. Ben musiqinin tarixçəsini danışmaq istəyirəm sizə. Çox yerdə danışmışam bunu. Və istəyirəm gənclər örneği götürsün. Cavanlar örneği götürsün. Yani burada Ülvi ilə mənim örnek götürəcəyim bir şey yoktur. Bizlikdir ama cavanlar örnek götürməlidir. Elə böyle qarlar. Bizdə daha keçirməyə qatar gedir. Qədim vilayətlərin birində o vaxtı, lap əvvəlki zamanlarda o at araba vaxtı olan vaxtlardan gedir söhbət. Bir kənddə iki dənə dost olur. Dostun biri normal bir ailənin övladı olur, biri çox kasıb, atasının anasını itirmiş və öz nənəsi ilə yaşayan bir uşaq olur. Uşaqlıqdan akordeon ifa edir bu. Akordeon ifası olur. Və hər gün gəlir oturur kəndin mərkəzində bir yerdə, qədim vaxtı kənd yeridir. Bir balaca kutu qoyur ora, akordeonla mahnılar ifa edir. Gəlib gedən də bura bildiyimiz kimi pul atır ki, o özünə çörək pul edir də o. Bir gün bir fayton dayanır bu ifa elədiyi yerdə. Faytondan bir o vaxtki dövrünün bəy, şah dövründə bir dənə bəy düşür. Hoşuna gəlir, nəsə musiqi çəkir bunu, gəlir çıxardır ora cibindəki ən böyük puldan birini atır. Oğlan da kasıb oğlan da akordeon ifayir başa aşağı pulu görəndə başını kaldırır, baxsın ki görün bu böyük pulu mükafatı kim verdi mənə. Görür bir bəydi, bəyin yanında bir gözəl görsək qız var. Elə bil o ilk baxışdan məhəbbət deyirlər. İlk baxışdan sevgiydi qabaq bunun adı, hindi deyirlər elektrik. İndiki dövrdə o da adı. O ilk baxışdan məhəbbət o anda baş verir də sevir. Aniden vurulur kıza, heyran olur gözəlliyinə. Kişi gedəndən sonra maraqlanır, deyirlər kişinin övladıdır, qızıdır. Elə yol keçirdi buradan, imkanlı bir şəxsdir, xoşu gəldi mahnından düşdü aşağı. Oğlan çox məyus halda, avtomatik o beyin qarışır da, adam aşık olanda beyin düz işləmir. Gəlir evə, oturur nənəsinə əhvalatı danışır. Dostu gəlir, niye keyfin yoktu? Dostuna da danışır ki, bəs mən bir kız görmüşəm, heç vaxt mənim həyatımda belə şey baş verməmişdi. Bir baxışdan, ilk baxışdan vurulmuşam kıza. Və istəyirəm ondan ciddən qovuşum, ailə qurum. Dostu dinləyə məyus olursan ki, nə olsun sən atan anan dünyadan köçür. Mənim atam anamı götürərik, gedərik onların qapısına elçi, el adəti ilə alaraq qızı. Bu sevinir. Dostu doğrudan da gelir ailesine deyir, dostun atası, anası, dostu bunu götürürler, geyindirirler, geçindirirler, aparırlar kız gilə elçiliyə. Gəlib bir kəndə çıxırlar, görürlər o kəndin elə ağsaqqalı da, yiyəsi də həmən kişilik, böyük bir imarəti var. Çox imkanlı bir adamdır. Döyürlər qapını, keçirlər içəri, kişi bunları qəbul edir. Dostun atası deyir ki, bəs bizim uşaq sizin qıza vurulub. Oyunları siz keçəndə özünüz saxlamışsınız, akordeonsunuz, pul atmışsınız. Həmən uşaq sizin qızınıza vurulub, biz də elçi gəlmişik. Kişinin gülmək istiyor deyir, ki məndə akordeon salana veriləsi qız yoxdur. Bu çox məyus olur, çox küsür həyatdan ki, yəni mənə öz sənətimə görə, peşəmə görə çox təəssüf hissi ilə deyirəm. Bugünkü dövrümüzdə də var elə insanlar. Mesela musiqiciyə, nə bilim sənətçiyə tavara kimi baxırlar, nə bilim düz həyat tərzi yaşamaya yox, amma yanlış düşüncədir. Yanlış, tamamıyla yanlış düşüncədir. Nəsə o bir başqa mövzudur. Oğlan çox peşman olur, küsür və gəlir evə akordeonu bağlayır, qoyur qabına, atır evə bir qırağa ki, mən daha bir də akordeon ifa eləmərəm. Niyə? Çünki ona görə mənə bir daha qıza vuruldum, o da vermədilər.
Üstündən illər keçir, zaman keçir. Dostu gəlir bir gün buna deyir ki, bəs sabah yox, birisi gün mənim toyumdur. Sən yadındadır, deyir, uşaq vaxtı mən söz. Hansı dostu? O bayaq qonsun elsi gedən dostu, ha? Deyir, bəs sən mən söz vermişdin ki, biz uşaq olanda, sən böyüyəndə sənin toyunda mən akordeon ifa edəcəm. Deyirsən, bilirsən axı mən akordeondan niyə küsmüşəm? Niyə incimişəm? Mən məcbur eləmə bir də onu ifa edeyim. Deyir, yox, sən mən söz verirsən, dost sözü verirsən. Nəsə xülasə dostu bunu ısrarla deyir ki, mənim toyumda ifa eləməlisən. Ondan akordiyonun tozunu pasını silir, hazırlaşır, gəlir dostunun toyuna. Hər bir xalqın özünə məxsus vağzalı havası var. Hansı ki bizdə də var, məsələn, gəlin köçəndə ifa olur o mahnı, bir evdə şadlıq olur, bir evdə biraz da olsa kədər olur ki, övladımız gedir. Hər xalqın özünə məxsus öz vağzalısı var. Bu oğlan bu həmən o özlərinə məxsus vağzalını ifa edir ki, bəylə, dostu ilə gəlin gəlsin. Qapı açılanda görür ki, dostu bəydir, gəlin amma həmən qızdır. Dostu alıb onu. Özündən ixtiyarsız, özündən bəlkə də xəbərsiz başlayır bu mahnını, eşitdiyimiz mahnını ifa eləməyə. Bu mahnının yaranış tarixi belə olur. Ona göre illərdir dərdən düşmür, illərdir insanlar qulaq asın, zövq alır. Ama bugün tarixdə, bugünkü tarixdə nə o imkanlı adamın adı keçir, nə onun kızının adı keçir, nə onu alan dostun adı keçir. Ama kimin adı keçir? Hemen akordeon ifasının. Yani elə insanlar heç vaxt ölməzlər bu hayatta.